birinci dəfə Kəlbəcərdən Laçına gedəndə mən həyatımda belə təhlükəli yol görməmişdim. Mən uzun illərdir ki, avtomobil sürürəm, o cümlədən müxtəlif ölkələrdə də vaxtı ilə olanda sürmüşdüm. Amma Azərbaycanın hər bir yerində təbii ki. Amma elə təhlükəli yol mən görməmişdim. Bəlkə də ona bənzər ola bilər Göygöl-Kəlbəcər yolu, Murov aşırımından. Tunel tikilənə qədər indi o yoldan istifadə edirdik. Yəni indi bu 4 zolaqlı körpülərlə, tunellərlə təmin olunan yollardır. Yəni bütün bunlar imkan verəcək ki, bir yerdə yaşayan insan o bir yerdə işləyə bilsin. Məsəl üçün Xankəndi, Şuşa o qədər də məsafəsi böyük deyil. Amma yenə də bu məsafəni daha da qısaldmaq üçün o yol boyunca tunel tikirik. Ya da ki Şuşa-Laçın. O da indi 40 dəqiqəyə getmək olar. Amma yeni tunellərlə, yolların genişləndirilməsi ilə bu 20-25 dəqiqəyə düşəcək. Yəni imkan verəcək ki, mobillik artsın. O cümlədən Ağdamda yaşayan Şuşada gedib işləyəcək və əksinə bütün o bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir.